Fürsətdən istifadə edərək bizi izləyən, məni izləyən bütün izləyicilərin məhz elə ilk öncə müqəddəs Ramazan bayramını təbrik etmək istəyirəm. Çünki bilirsiniz ki, şəfanı verən Allahdır. İnsanlar xəstələnirlər, həyat yaşatdıqca gözəldir. Düşünürəm ki, biz həkimlər bir vasitəçi rolunu oynayırıq burada və bu vasitələrdən biri də fikrimi elə sizlərlə bölüşməkdir ki, bəlkə faydalı olar. Mən hər kəsə Allahdan şəfa diləyirəm öncə və Ramazan ayının hər il duya eyni zamanda doya dedikdə bu əlbəttə ki, qidalanma mənasında getmir, onu duya, yəni qəlbən doya yaşamalarını arzu edirəm və bu ayın gözəlliyi, hökmü hər birinizin həyatında bir çiçək tək açsın və o çiçək hər zaman təravətli olsun, solmasın. Eyni zamanda bizim xalqımızın, soyumuzun, ta təbiətin canlandığı dövrdən ilin elə yeni ilin başlanğıc dövrü kimi hesab etdiyimizin yazın gəlişini özündə əks etdirən bizim çox gözəl bir bayramımız var ki, Novruz bayramını yaşayırıq. Çevrədə bugün təbiət canlanır. Günəşin işığı, təbiətdə baş verən hadisələr, torpağın canlanması, həyat ünsürləri saydığımız bir-bir onun hamısını biz keçirik. Odu, havası, suyu, çərşənbələri biz qeyd edirik. Yəni, Novruz bayramında bir təravətlənmə var, Novruz bayramında bir töhfə var, Novruz bayramında bir gözəl rəmzi mənalar var ki, bu mənalar da yaşıl rənglə, yəni Novruzun gəlişi, yaşıl təravət, yenilik deməkdir. Hər birinin həyatı, hər bir insanın həyatında bax, belə təravətli bir ömür, bərəkətli ömür və eyni zamanda sağlam ruh və sağlam bədənlə özünü göstərsin deyirəm. Necə deyirlər, sağlam bədəndə hər zaman sağlam ruh olar. Fiziki aktiv olaq və hərəkətli olaq, öz orqanizmamızın, öz bədənimizi tanıyaq. Çünki 5 barmağımız var, heç biri eyni boyda deyil, ölçüdə deyirlər. Kimsənin barmaq izi digər barmağının izi ilə belə eyni deyil, qalsın ki, digər insanlarla. Yəni, yaradan bizi bu qədər individual yaradıbsa, bunun dəyər vermək, elə buna şükür etmək deməkdir. Mən düşünürəm ki, şükür demək sözdən ibarət deyil, bunları yerinə yetirmək nəticədə sağlam olmaqdır. Bir dəfə bir cümlə eşitdim və çox xoşuma gəldi. Bir cümlə vardı, alimlərdən biri bir çox gözəl söz söylədi. Dedi ki, əgər siz xoşbəxt olmaq istəyirsinizsə, mən oturdum və deyirəm, mən xoşbəxtəm. Bu sözü demək istəyirsinizsə, öncə sağlam olmanız lazım. Çünki sağlamlıq olmayan yerdə xoşbəxtlik belə hiss edilməz və bu duyulmaz. Sağlam olun.